Beni bir çağrı yapın. Bu garajda işləmişəm. Neçə illər. Bu garajın vəziyyəti budur. Ancaq basıb yeyiblər, dağıdıblar, gəlib neçə maşın yığıb düzəltmişəm. Onunla belə haqqıma giriblər, pulumu mənimsəyir Qurbanəli. Şirkətin direktoridir. Hansı marşrutda işləmişsiniz? Marşrutda 170 nömrəli marşrut işlətmişik. Bugünkü gündə də hər şey sıfıra çıxıb, keçirdib şirkətlər indi başqa oğlunun adına 10 milyon borcla bu vəziyyətdədir qaraj. İndi də keçiblər zavçasları satmağa. 5 aylı sürücü çıxıb pravası ilişəniyə gedib. Cəmaatın 2 uşağı, 3 uşağı var. Belə şey olur. Bu qurban kimdir ki, bu dövləti bu qədər fırlatsın? Şəxsən cəriməmi, pravamı 3700 manat cərimə vurub. İşdən çıxandan sonra ben keçən il işdən çıxmışam, 3700 manat pravama cərimə vurub. Xeyr ola, 3700 manat cərimə var. Pravada gedir şey. Pravam da gedir, ben bir şey niyə? İşləmiyə hamımızın Ben pravasını işdən çıxandan cərimə 150 manat cəriməm vardı, indi olub Özünüzü 3700 manat. təqdim edin, Həsənov adınız Namiq nədir? Ədalatoğlu. Sizin sürücülük vəsiqənizə Bəli. cərməni hansı qurum vurub? Hansı qayı vurub? Qay vurub. Bəli, sorğu göndərir Sorğu qayıya, göndərir. qayda vurur pravalara. Göndərən kimdir? Qay neynəsin? Qayya Qurbanəli göndərir. Qay neynəsin ki ona? Pravama 3700 manat cərimə vurub. Mən də 7 dəqiqə qalmışam, işsiz 3 dənə uşağım var, heç yanında işləyə bilmirəm. Ətraflı məlumat verim, sürücülərin çoxsu və qazi qardaşlarının çoxsu əsəbi olduğuna görə, aqressiv olduğuna görə fikirlərini tam izah edə bilmirlər. Səid qardaşımız Azərbaycan Respublikasının prezidentinin 6 medalı ilə təltif olunub sərəncam ilə. Həmin Qurbanəli adlı şəxs bax bu avtobusların adına pul yazdırıb, o pulla Coradildə obyekt alıb. Həmin vaxtda da Coradildə obyekti aldığı şəxsdən icarəyə götürüb Səid, ora təmir xərcləri, bütün çekləri, sübutları da var. Çəkib. Gəlib Qurbanəli obyekti alandan sonra Səidi də oradan uzaqlaşdırıb və sürücü qardaşlarımıza necə edir? Bir il bundan qabaq həmin adamlar bu maşınlarda sürücü olublar. Bir ildən sonra bu maşınlardan sürücü kimi bir il bundan qabaq çıxırlar. İndiki şoförlər etdiyi cərimələr, radarları, sorğu göndərilir qaraja ki, sürücü kimdir, pravasını verir. O götürür, bir il bundan öncəki sürücülərin pravasını verir, onlara yazdırır cəriməni. İndiki sürücülərin cəriməsini götürür, onlara yazdırır. Nə var, biz işdən çıxmışıq da, işləmirik deyən bizə elə bir... Etiraz İşdən çıxmışam, Ha. pravamı da təzə almışam. Abi görürəm ki, mən Sabunçu rayonunda mən heç orada işləməmişəm, eləməmişəm. Mən heç orada Allah bir yadıma gəlmir, Hasan getmişəm Sabunçu rayonuna. Orada mən 50 manat cərimə 2 balda göndərib pravamı.